Salam, hər vaxtınız xeyir olsun. Mən Ceyran Məhərrəmova, Fizik Akademinin təlimçisi. Biz bugün sizlərlə isim mövzusundan konkret və mücərrəd isimlər, tək və cəm isimlər, ümumi və xüsusi isimlərin izahına baxacağıq. İzaha keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, dərslərimizdən yararlanmaq istəyirsinizsə 077 598 3800 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin keçək sualların izahına. Başlayaq birinci sualdan. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Deməli, dondurma konkretdir, çünki gözlə görünür, A bəndi səhvdir. Daraq konkretdir, meşəli konkretli, yaylaq konkretdir. Gözəllik, qavrayış, üzüntü. Hər biri düzəltmədir və hər biri mücərrəddir. Doğru variant olacaq C variantı. Hansı cərgədəki sözlər toplu isimlərdir? Dəniz toplu isim deyil, respublika, meşə, şəhər, kənd bunlar toplu isim deyil. Qoşun və alay isə toplu isimdir, ona görə cavab olur C variantı. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Əkinçi konkretdir, əmanətçi konkretdir, ovçu, qapıcı bunlar da konkretdir. Və bizə mücərrəd mənalı düzəltmə isimlər deyir. Hamısını çıxdıq, yerdə qaldı bir dənə B variantı, doğru variant olur B. 4. Cümlələrdən birində toplu isim işlənmişdir. Sürü yaylağa qalxdı. Elə doğru variant A-dır, çünki sürü toplu isimdir. Digər cümlələrdə toplu isim yoxdur. 5-ə baxaq. Hansı cümlədə toplu isim işlənməmişdir? Sürü toplu isimdir. İlxı, cəmaət, ordular toplu isimdir. Amma ki D variantında toplu isim yoxdur. Doğru variant olacaq D variantı. 6-cı sualla davam edirik. Hansı cümlə ümumi isimlə başlanır? Sarayevoda olimpiyada keçirilmişdir. Burada küçənin, bölgənin adı olduğu üçün xüsusi isimdir. Saranın qiymətləri qənaət bəxşdir. Burada bir qızın adı var deyə, bu da xüsusi isimdir. Saraya fəxri təqaüd verildi. Burada da bir insan adı olduğu üçün xüsusi isimdir. Saraya qəsəbə statusu verildi. Burada da bir bölgə adı olduğu üçün, qəsəbə adı olduğu üçün xüsusi isimdir. Saraya təzə avadanlıq alındı. Burada saray şadlıq sarayı kimi nəzərdə tutulduğu üçün ümumi isimdir. Doğru variant olacaq E bəndi. 7. Mücərrəd məna bildirən düzəltmə isimlər cərgəsini müəyyən edin. Ağıl sadədir. Saadət sadədir, arzu sadədir. Bizə deyir ki, düzəltmə olsun. Qaldıq B ilə C arasında, mücərrədlikdən gedək. Əkinçi, başçı, vətəndaş bunlar bilirik ki, konkretdir. Ona görə doğru variant olur E bəndi. E bəndində olan hər bir söz həm quruluşca düzəltmədir, həm də mücərrəddir. 8. Mücərrəd mənalı isimləri müəyyən edin. Deməli, süzmə konkretdir, əkinçi konkretdir, gözlük konkretdir. Fikir və anlayış, çoxluq və sevgi. Bunlar isə mücərrəddir. Doğru variant olacaq B variantı. 9. Mücərrəd mənalı isimləri müəyyən edin. Meşəli konkretdir, yataq konkretdir, çətir konkretdir. Bilik, duyğu, yuxu, xəyal mücərrəddir. Doğru variant olacaq B variantı. İsimlərdən biri həm konkret, həm də mücərrəd məna ifadə edə bilir. Burada doğru variant C variantıdır. Əgər atalıq, ögey ata mənasındadırsa, konkretdir. Yox, atalıq hissi, his mənasındadırsa, artıq mücərrəddir. Ona görə cavab olacaq C variantı. 11. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. Deməli, gəlin bir-bir baxaq. Soyutma konkretdir, çəmənlik konkretdir, düzənlik konkretdir, yenə də çəmənlik konkretdir. Doğru variant olacaq A variantı. 12. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. Düzəltmə isim. Məna sadədir, dadlı sifətdir, yuxulu sifətdir, meşəlik isə konkretdir. Bizə deyir ki, mücərrəd məna olsun. Deməli, doğru variant olacaq D variantı. 13. Mücərrəd mənalı ismi müəyyən edin. Miskər konkretdir, ələk, satıcı, xətkeş bunlar konkretdir. Niskil isə mücərrəddir. Doğru variant oldu D variantı. 14. Toplu isimləri müəyyən edin. Deməli, çiçək toplu deyil, cəmaət,
yoldaşlıq toplu deyil. Naxır inəklərin çoxluğudur. Təpə, göl toplu deyil. Millət toplu isimdir. Torpaq və kol toplu deyil. Cavab olacaq 2, 4, 7. Yəni ki, A variantı. Deməli, bu bölmənin sualların izahının sonuna gəldik. Əgər izah sizin üçün yararlıdırsa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Bugünlük bu qədər. Gələn dərslərdə görüşənədək.